Siz mənə bürclər haqqında suallar verirsiniz. Başlayaq bürclər haqqında sizə qısa da olsa məlumat verim. Qoç bürcünün adamları qısqanc olurlar, çox qısqanc olurlar və qısqanclığın büruzə verən adam olmurlar. Bunlar ailəcanlı olurlar, pul qazanan olurlar, az da olsa dırnaqları ilə yer qazıb, bunlar ailəni saxlaya biləcək gücdə bir insan olurlar, əziyyətkeş insan olurlar. Və bunların hətta qıraqda, kənarda sevgi macəraları olsa da belə bunu ailə bilmir. Bunu ailə bilsə də belə, onlar o qədər utancaq, onlar o qədər abırlı insandılar ki, bilsə də belə, bunlar bəli, gizlədən deyirlər. Düzdür, yalan danışandılar, yalanı elə danışırlar ki, bu bürcün adamları, hətta onlar özləri belə öz yalanlarına inanır və çıxılmaz vəziyyətdə qalanda özləri etiraf edir və özləri çəkilir kənara. Buğa bürcünün insanları sevgidə qadınlarda, kişiləri də çox güclü sevirlər. 12 bürcdən bəlkə də 2 bürc arasındadır ki, onlar güclü sevirlər və onların sevgisini qarşısındakı bilmir. Onu tam xırdalamaq istəyir ki, bundan tam araşdırsın, hiss eləsin ki, bu bunu sevir və onu bəlkə də dəlicəsinə ölümünə sevir, amma o onu ifadə eləyə bilmir, onu sübut eləyə bilmir ki, mən səni sevirəm. Buğalar çox sadiq adamdır, çox sadiq adamdır, biraz soyuqqanlı adamdır, amma çox da sadiq adamdır. Pis xasiyyəti odur ki, buğalar bağışlamayandır. İntiqamla yaşayan adam deyil. Ona xəyanət olundusa, xəyanətə qarşılıq vermir, silir gedir. Elə bir acı bir yuxu idi, oldu, keçdi. Əkizlər bəlkə də o qədər sevir ki, həqiqətən də bu belədir. Amma heç vaxtı yaşadı 10 ildə ya. Mən tanıyıram, əkizlər bürcünün adamını mən tanıyıram, bir-birinin yanımda olub nə qədər insanlar. Bəlkə də ölümünə sevib, öz canına belə qıyıb, amma nə xanıma ya da ki, xanıma olsa, nə kişi qarşısındakına heç bildirməyib ki, mən səni sevirəm. Həmişə qarşısındakına əziyyət verib, sevgi əzabı verib. Qarşısındakı ona görə çox əziyyət çəkib ki, bu məni sevsin, amma sevib, həqiqətən də sevib. Onların da sevgisi güclüdür, amma tutmaq olmayıb onu ki, bu sevir-sevmir, sevir-sevmir. Çünki əkiz bürcüdür axı ona görə. Xərçəng bürcünün insanları belədir ki, yəni bir insanı sevirsə, ailəsi olsun, 5 uşağı da olsa belə, əgər ayrıldısa, onunla da soyuya bilir. Tez soyuyan bir bürclərdən biridir xərçəng bürcünün adamları. Və xərçəng bürcünün adamları bəzən bürcə görə deyilər, sevgi xəstəsi olurlar zat. Elə bir şey yoxdur onlarda, sevgi xəstəsi olsunlar, neynəsinlər, yox. Onlar unutqan adamdır, tez unudan adamdır. Sevgini heç vaxt mən görmədim ki, xərçəng bürcünün insanları, adamları dəlicəsinə sevsin. Ən 12 bürcün içində ən zəif bürc xərçəng bürcüdür ki, sevgidə, yəni güclü deyil onların sevgisi və bu cəhətdən də yaxşıdır ki, sevgidə onlar əziyyət çəkmir. Onlar belə bir xarakterli adamdır ki, onlardan bir insan gedirsə, gedənin arxasınca baxmır, yalanı bağışlamır, oldu, bitdi, qutardı, bu cürdür. Şir bürcündən danışaq. Deməli, şir bürcü belədir ki, şir bürcü həqiqətən də sadiq bir bürcdür. Düz, doğru, sevməsə də belə, söz verdisə, sevdiyi insana qarşı, yəni mən səni ölənə qədər sevəcəm, sən mənim həyatımda nə qədər varsansa, o qədər sənə xəyanət eləməyəcəm. Həqiqətən də belədir və xəyanət eləsələr də belə vicdan əzabı çəkirlər. Sözlərin üstündə duran adamdır. Amma vay o hala ki, şir bürcünü xəyanət eləyəsən və şir bürcü sevdiyi insan, sevdi, sevmədi, o mənimsəyən bir bürcün adamlarıdır. Onun olan heç kimin olmamalıdır. Tərəzi bürcünün adamları, istər xanımlar, istər kişilər həmişə seçim arasında qalır. Götür qoy eləyir, ölçür, biçir. Onların ətrafında adam çox olur, sevənləri çox olur və özləri sevsə də milyonun içində birini sevərlər. Seçirlər onlar, deyir ki, milyonun içində biri olsun, milyon ona qurban olsun və bu cürdür tərəzi bürcünün adamları. Onlar çətin sevirlər və gec sevirlər, çox da güclü bağlanırlar və çox da gec unudurlar.